Salam əziz rekord sevərlər və gün ərzində bizim yolumuzu səbirsizliklə gözləyənlər. Ekranlara biraz da yaxın əyləşin, çünki verilişimiz başladı. Təbii ki, anonsları izlədikdən sonra. Futbolla məşğul olanlar gözünüz bizdə olsun. Heç siz indiyə kimi topu saatda hansı sürətlə tora atıldığını şahidi olmusunuz. İndi siz ən güclü zərbəyə sahib olan idmançıların rekord cəhdini izləyəcəksiniz. Yəqin ki, sujetimizi izlədikdən sonra ən azından bunu öz üzərinizdə yoxlayacaqsınız. Bu rekord yarışının şərti 11 metrlik zərbədən topu bu gördüyünüz tora vurmaqdır. Zərbənin sürəti isə bu cihaz tərəfindən ölçüləcək. Xoş gördük, zabit. Salam. Bu zərbə ilə vurulan topun hansı sürətlə tora dəydiyini ölçə bilmək üçündür. Nəticə rəqəmsal ekranda göstəriləcək. Burada ən kiçik fərq dünya rekordlarının nəticəsini dəyişə bilər. Zabit, zəhmət olmasa yerinizə keçin. Elə mən də kənara çəkilsəm yaxşıdır. Yaxşı, hazırsınız? Sən, afərin, birinci sən başla dostum. Hazır ol. İndi başlayacaqsan. 61. Dostum, pis deyildi. Bu hələ isinmə hərəkətidir. Həsən! Altmış altı. Yaxşı. Frenki, sənin növbəndir. 66. Özünü göstər dostum. 60. Yaxşı. Bir daha yoxlayaq. İkinci cəhd. Jose, buyur. Alqışları eşitmirəm. Eşitmirəm. Bu möhkəm zərbə oldu. Nəticəni demirlər. Əziz tamaşaçılar, bu dəfəki nəticələri sona saxlayırıq. Çünki hamı üçün sürpriz olmağını istəyirik. Onları alqışlayırıq. Rich, səbrim çatmır. Elə hamı səbirsizdir. Nəticə nədir? Nəticələr çox yaxşıdır. Cüzi fərq var. Ən sürətli cərmə zərbəsi kateqoriyasında Guinness rekordçusu Həsən Kaşovdur. Saatda 68 mil sürətlə Həsən qalib gəlir. Bu rekordu indiyədək kimlərin qırdığına gəlin nəzər salaq. Əvvəlcə İspan idmançılar bu Guinness rekorduna imza atdılar. Avropanın futbol ulduzlarının vətəni olan ölkədə təəccüblü deyil. Onların topu vurma sürəti eyni cihazla ölçülürdü. Lakin saatda neçə kilometr olduğu göstərilirdi. Bəzi ölkələrdə ölçü vahidləri dəyişir. Beləliklə, Francisco Chevio Calamaron topu saatda 129 kilometr sürətlə tora vurmaqla rekordlar kitabına öz adını yazdırdı. Bu saatda 80 mil deməkdir. Səhnəyə belə giriş hələ görülməyib. Bu cür giriş kraliçə üçün təşkil olunan səhnəni xatırladır. Ayağa qalxın, zəhmət olmasa. Atlı araba və səslənən himnin müşayiəti ilə onlar səhnəyə daxil olurlar. Bura Almaniyadır. Dadlı pivələr və pivəni içən həvəskarlar layiq olduqları alqış və diqqətlə qarşılanırlar. Onlar bu bayraqlarla, əllərində tutmuş pivə qədəhləri ilə tamaşaçıları salamlayırlar. Bir-bir atlı arabadan düşür və aparıcıya yaxınlaşırlar. Gördüyünüz kimi səhnədə iki komanda var. Mavi və sarı köynəkli komandalar. İndi nə edəcəklərini izah eləyəcəm. Xüsusi alətdən istifadə eləyərək, daha dəqiq desək, şüşə qapağı açan vasitəsilə hər komanda 300, bəli, düz eşitdiniz, 300 pivə şüşənin qapağını rekord vaxtda açmağa cəhd eləyəcək. Hər komandanın 3 üzvü var. İndi onlar hər şeyin qaydasında olub-olmadığını yoxlayırlar.
Komanda üzvləri biraz həyecanlıdırlar. Mavi köynəkli iştirakçı isə son dərəcə sakit görünür. Tamaşaçılara hər şeyi aydın göstərmək üçün ekranı yaxınlaşdırırlar. Bəli, adi pivə şüşələrdir. Bu da hakimlər. Çox vacib Guinness rekordudur. Hakimlər komandalara ciddi nəzarət eləməlidirlər. Yarış başlandı. Hər iki komandanın əla texnikası var. 10 saniyə tamam oldu və onlar ikinci cərgəyə keçirlər. İştirakçılar vaxta qarşı yarışırlar. 20 saniyə keçdi, 3-cü cərgədədirlər. Baxın, sarı və mavi komanda üzvləri indi çox fərqli, amma yaxşı texnikadan istifadə edirlər. 4-cü cərgədədirlər və 30 saniyə tamam olub. Görək kimin əli cəltdir. Kim daha çox qapaq açıb birinci olacaq? 39 saniyə tamam oldu. Sarı köynəkli komanda üzvü artıq 5-ci sıraya keçib. Bir baxın, necə sürətlə işləyirlər. Bu yarışda kim birinci olacaq? Onlar qapaq açan aləti bir-birlərini ötürürlər. Beləliklə 6-cı sıraya keçirlər. Dayanmaq olmaz. Hər iki komanda 6-cı sıradadır. O inanılmaz dərəcədə sürətlidir. Yəqin o çox susuyub. Sarı köynəkli iştirakçı da ondan geridə qalmır. Qapaqları bacardığı qədər tez açmağa çalışır. Bu qədər pivə heyif olacaq. Onlar sanki piyano çalırlar. Qollarını və barmaqlarını səliqə ilə işlədirlər. Bir pivə şüşəsinin qapağını 2 dəfə açmağa cəhd eləmək olmaz. Artıq 9 nömrəli cərgədəki şüşələrin qapağını açırlar. Saat 1 dəqiqə 15 saniyə keçdiyini göstərir. Həlledici zaman gəlib yetişir. Qapağı açan alət 3-cü iştirakçıya verilir. Artıq 11-ci sıradadılar. Mavi köynəkli komanda öndədir. Ən təmkinli iştirakçı sonuncudur. Çünki burada sakit və cəld olmaq lazımdır. 12-ci cərgəyə keçdi. Son 3 cərgə qalıb. 1 dəqiqə 30 saniyə tamam oldu. Sarıların komandasından olan iştirakçı sürətlə qapaqları açmağa davam edir. Lakin rəqib komanda irəli keçməyi bacarıb. Burada həm xüsusi texnika ilə, həm də cəld işləmək lazımdır. Məncə sarılar bu baxımdan yarışı uduzmaq təhlükəsi ilə qarşı-qarşıyadılar. 15-ci cərgəyə keçdi. O bitirdi. 1 dəqiqə 47 saniyə. Bu inanılmazdı. 300 şüşə qapağı 1 dəqiqə 47 saniyədə açdı. Bu heyrətamiz bir vaxtdır. Anert Pivə Zavodu komandasını təbrik edirik. Yeni Guinness rekordu qırdı. Demək olar ki, hər birimiz yay vaxtı dənizdə skuterdən istifadə eləmişik. Düşünmürəm ki, hansısa biriniz göldə skuter sürəsiz. Amma indi sujetdə görəcəyiniz qız və oğlan göldə su xizəyindən istifadə eləyərək dünya rekorduna sahib olma uğrunda yarışacaq. Bəli, bu çox çətindir. Bu rekord cəhdi çoxlu məşqlər tələb eləyir. Amma buna baxmayaraq onlar sonacan mübarizə aparır. Görəsən iki iştirakçı hansı bunu bacaracaq? Bugün 100 metr boyunca ən sürətli su xizəyi sürmə rekordunu qırmağa cəhd eləyəcəyik. Amma bu gördüyünüz qayıq ilə yox. Bax, bununla. Bu Stuart Marston'dur. 14 dəfə İngiltərənin su xizəyi çempionu olub. Bir ona baxın, o İngiltərənin ən istedadlı su xizəyi komandasına başçılıq eləyir. Bugün isə fərqli vəzifəsi olacaq. Dünya rekordu qıra bilməyimiz üçün Steve həmçinin mənə su xizəyi sürməyi öyrədəcək. Bu məqamda xatırlatmaq lazımdır ki, heç birimiz əvvəl su xizəyi sürməmişik. Heç vaxt. Belə rahatdır? Hə, rahatdır. İlk cəhdimizə başlayaq. Hazır ol. Yox, yox. Yaxşı. Mən arxaya getdim. Dizlərini sinənə tərəf sıxmağa çalış. Yaxşı? İlahi. Belə dayan. Əla. Belə dayan, Koni. Bax belə, əladır, əladır. Düz irəliyə bax. İndi yavaş-yavaş pəncəni sıxaraq ayağa durmağa çalış. Xizəkləri aralı saxla. Aralı. Yox, mən yıxılacağam. Yaxşı, indi əlini burax. Əlimi buraxım? Hə. Əlimi buraxım, məncə bu qədər bəsdir. Belə, salam. Yaxşı. Hə, necə idi? İlk dəfə üçün əla idi. Yenidən yoxlayaq. Belə, ən vacib məsələ onu özünə dartmamaqdır. Belə. Hazırsan? Hə, hazıram. Möhkəm saxla. Möhkəm dur. Hə, bax belə. Getdik. Əla idin. Doğrudan? Bunu Steve deyir. Cəmi 45 dəqiqədə öyrəndin. Amma mən yıxılırdım. Nə eləməliydin? İlk dəfə idi. Görək Konini ötə biləcəm? Getdik. Hə, Steve, başlayaq.
Suya girməliyəm. Getdin. Necədir? Buz kimidir? Soyuqdur. Burada isti dəsmalla mənə çox rahatdır. İlahi. İndi bundan tut. Yuxarıdadır. Əlim çatacaq. Başlayırıq. İlk cəhdin. Hə. İndi ayağa durmağa çalış. Mükəmməldir, Steve. Hə. Belə davam elə. Bilirdim ki, ilk dəfədən onda yaxşı alınacaq. Amma o gözlədiyimdən də bacarıqlıymış. Onda hər şey yaxşı alınacaq. Şadam ki, bunu görə bildin, Koni. Amma su xizəyini kəndirlə sürməyə növbə çatanda vəziyyət dəyişir. Düz mənə bax, Steve. Qarşıya bax. Özümü balina kimi hiss eləyirəm. Ayaqlarını sinənə doğru sıx. Getdik. Qalx, qalx. Qalx. Pəncəni sıx. Ayağa dur, Steve. Koni, bu mərhələdə ən yaxşı nəticə göstərən sənsən. Çox çətindir. Konini deyə bilmərəm, amma mənim Guinness rekordu qırmağım bir yana. Avarlı qayıq arxasında su xizəyi sürmək şansım belə çox aşağıdır, çox aşağı. Rekord cəhdimiz Windsor'un bu möhtəşəm mənzərəsi olan Doni gölündə baş tutacaq. Burada 2012-ci il Olimpiya oyunlarının avar çəkmə yarışları həyata keçirilib. Avar çəkənlər London İmperial Kollecinin qayıq sürmə klubundan gəliblər. Onların məşqçisi Olimpiya oyunlarının qızıl medal sahibi Steve Tratmore'dur. Bu rekord bizdən əvvəl 12 yaşlı fransız qız tərəfindən qırılıb. Əla xizəkçidir. Çox gözəl. Rekordu 19,9 saniyədə qırıb. Səncə bunu yeniləyə bilərik? Asanlıqla. Məşqlərimizə baxmısan? Sizə inanıram. Britaniyanın cəsarətli gəncləri ilə birlikdə bu rekordu yeniləmək vaxtıdır. Bir avarlı qayıq 8 avar çəkən olacaq. Su xizəkləri 40 kiloqrama yaxın çəkidədir. Yaşıl işarə toplarından qırmızı toplara qədər ən qısa vaxtda getməlisiniz. 19,9 saniyədən tez çata bilsəz, rekord qıracaqsınız. Uğurlar. Bacararıq, uşaqlar. Hazır ol. Başla. Dayanın. Qalxmazdan əvvəl onların sürət yığmağını gözlə. Sonra kəndiri dart. Hazır ol. İndi özümü hazır hiss eləmirəm. Alınmayacaq. Yox, məncə alınmayacaq. Hazır deyiləm. Getdin. Hə. Yox, alınmadı. Bunu əvvəl heç vaxt eləməmişik. Bu əsl dəlil idi. Steve, bu sənin 3-cü cəhdindir. Sonuncudur. Başlayın. Hə, Steve, bu dəfə alınacaq. Hə, Steve. Hə, uşaqlar. Əla, sən bacaracaqsan. Hə, tez olun, sürət yığın. Dayanma, Steve. Hə, alınır. Davam elə. Hə, sən bacaracaqsan. Hə, alınır, bax belə. Davam elə. Davam elə, Steve. Hə, Steve. Dayanma, səndə alınacaq. Dayanma. Nə oldu sənə? İnanılmaz dərəcədə çətindir. Hələ bunu bacardığıma belə inana bilmirəm. Hə, alınmadı. Bu iş mənlik deyil. Bir də buna cəhd eləməyəcəm. Heç vaxt. Steve gördünüz. Mən çox həyəcanlıyam. Görək nə olur. Görəsən nə baş verəcək. Hə, Koni, hazır ol. Sənin növbəndir. 3 cəhd eləmə şansın var. Uğurlar. Hazır olanda başlaya bilərsən. Xizəklər ayağımdan çıxdı. Axı mən sənə dedim, onlar məşq eləyəndə geyindiyimiz xizəklərdən fərqlidir. Yuxarı qalx, hə, Koni. Qalx. Çox çətindir. Koni, bu dəfə alınmasa, deməli, rekord fransızlarda qalacaq. Gözlərim səndədir. Xalqımın qələbəsi 2 çinlərim üzərindədir. Hə, bacaracaqsan? Mən bacaracağam. Bacaracaqsan? Hə, mən bunu eləyəcəm. Hə, Mən bunu bacaracağam. Mən rekord qıracağam. bəs siz uşaqlar. Başla, Koni, başla. Başla, Koni. Xizəklər çox ağırdı. Bilirəm. Əslində yaxşı nəticə göstərdik. Hə, belə demək olar. Amma təvazökarıq. Yenə də rekord fransız qızda qalır. Biz əlimizdən gələni Hə. elədik.
Mən 100 metr məsafəni başa vura bilmədim, amma Koni 100 metri heç başlaya da bilmədi. Hə, Koni, düz deyirəm? Alçaldıcı sözlərin üçün çox sağ ol, Steve. Beləliklə bizim rekord cəhdimiz uğursuz oldu. Nəticə olaraq rekord hələ də 12 yaşlı fransız qızda qalır. Elə deyil? Bəlkə yox. Bəlkə yox? Bəlkə yox. Bir qədər sonra günəş qüruba yaxınlaşanda məşqçimiz Stuart suya girdi və İngiltərə üçün rekord qırmağa çalışdı. Bəs görəsən bacardı? Bəs görəsən bacardı? Bacardı mı? Bəlkə yox. Yorulmaq bilməyən avar çəkərlər daha bir cəhd uğrunda toplaşdılar. Bu dəfə növbə Stuartda idi. Avar çəkənlər güclərinin hər damlasından istifadə eləməli oldular. Onlar 19,9 saniyəli rekordu yeniləməli idilər. O kəndiri sonuncu dəfə dartaraq 100 metr məsafəni başa vurdu. Bəs görəsən onun bu hünərli cəhdi rekord qırmağa kifayət elədi, yoxsa yox? Avarlı qayıqla 100 metr məsafədə su xizəyi sürmə vaxtı 19,58 saniyə oldu. Bu, yeni Guinness rekordudur. Qarşılayın, bu daim zirvədə olmağı sevən macəra həvəskarı Fermin Grusdur. O əvvəlcə nərdivanla elədiyi məharətli hərəkətləri göstərəcək. Özünü nümayiş etdirmək üçün yaxşı fürsətdir. Amma səhnədəki iri ekranda görünən bir qadın diqqəti yayındırır. Alqışlara layiqdir. Lakin nədənsə alqış səsi eşidilmir. Deyəsən alqışlar üçün tələsdim. O hələ öz şousunu bitirməyib. Eybi yox. Əgər mən onun elədiyini yoxlamağa cəhd eləsəm, əminəm ki, boyun və bel sümüyüm qırılar. Ən yaxşı halda, yəqin ki, əzilərəm. Bu doğrudan da heyrətamizdir, elə deyil? Başa çatdırdı. Bax, indi o əsl rekord cəhdini göstərəcək. Görək o müvazinətini nə qədər saxlaya biləcək. Rekord qırmaq üçün o nərdivanın başında əlləri üstündə bacardığı qədər çox dayanmalıdır. O hələ ki isinmə hərəkətlər eləyir. Amma başlamağına az qalıb. Yavaş-yavaş başlayır. Məncə burada alqışlar onu ürəkləndirmək əvəzinə diqqətini yayındırır. Amma o narazı görünmür. Bir ona baxın. Çox böyük dəqiqliklə müvazinətini qoruyub saxlayır. Sabit dayanır. Hə. Çox bacarıqlı oğlandı. Diqqətlə baxın. Yıxılmır. Vaxt başlandı. Bu V pozisiyasıdır. Mükəmməldir. Müvazinətini qorumağa kömək eləyir. Nərdivana baxın. Şaquli şəkildə möhkəm dayanıb. 15 saniyə keçdi. Oh, bir balaca səndələdi. Əgər hansısa biriniz nə vaxtsa əlləriniz üstündə dayanmısınızsa, bunun nə qədər çətin olduğunu bilirsiniz. Təsəvvür eləyin ki, bunu nərdivanın başında şaquli şəkildə dayanaraq eləmək necə çətin olar. Artıq 33 saniyə geridə qalır və bu cür dayanmağı bacarıb. Bu təqdirə layiqdir. Bax belə, vaxt dayandırılır. Çox güman qolları artıq yoruldu və titrəməyə başladı. O artıq yerə enir, budur. Təbriklər Fermin. Nərdivan üzərində əlləri ilə 36 saniyə dayanaraq rekord qırdı. Bu yeni Guinness rekordudur. Sürətli sehirbazlar, onların nömrələrinə inananlar da var, inanmayanlar da. İndi səhnədə görəcəyiniz bir qrup gənc sehirbazların bir-birindən cəhd hərəkətlərini görəcəksiniz. Onlar səhnədə gözə görünməz nömrələri göstərərək hər kəsi heyrətləndirməyi bacardı və sonunda dünya rekordunu təzələdilər.
Ən çox hansı xoşuna gəldi? Bax bu. Hə, elə mənim də. Çəhrayı rəngdə olan. Bax bundan xoşum gəldi. Bunu necə eləyə bildilər? Axı mümkün deyil. Necə ola bilər? Göstərilən rekord nömrənin sayı 5 idi. Burada isə 6 nömrə göstərildi. 6 nömrə cəmi 48 saniyə çəkdi. Bu yeni Guinness rekordudur. Təbriklər. İnanılmazdır. 48 saniyədə 6 nömrə. Vaxt gəldi, yetişdi və biz sizinlə sağollaşmalıyıq. Sabah yenə eyni saatda və eyni məkanda qarşınızda olacaq. Sizinlə mən Xumar idim. Növbəti görüşədək hələlik.